Salam əziz izləyicilər, Adalya Haf verilişində yenidən efirdəyik. Xoş gördük sizi. Bugün yenə studiyamızın qonağı Rövşən və mən Dilşad Əhədova. Bugünkü mövzumuz isə bürclərin bir-biri ilə necə yola gedirlər? Yəni hansı bürclə necə yola gedə bilər? Salam, hər vaxtınız xeyirli uğurlu olsun, rızlı olsun. Hamıya da gözəl sonuncu ayda gözəl ay arzu edək və qabaqdan gələn yeni illəri də gözəl keçsin inşallah. Bugünkü mövzumuz budur ki, yəni hansı bürc ən çox hansı bürclərlə daha yaxşı anlaşa bilər münasibət baxımından. Yəni İzləyicilər də məncə bunu bilmək istəyirlər. Çünki bəzən çox iradları olur ki, filan bürc məni çox bezdirir, filan bürc məni çox bezdirir. Yəni ona görə bu onlar üçün çox diqqət mərkəzində ola biləcək bir mövzudur. Məncə də ola bilər ki, biz ikimiz də biraz bilmirəm o evlərdəndir, planetlərdəndir, kosmik havadandır, nədəndir bilmirəm. Yorğun kimi görünə bilərik, onu da izləyicilərimiz üzrlə hesab eləsinlər, amma mövzuya daxil olduqdan sonra əminəm ki, enerjimiz yüksələcək və gözəl bir veriliş gətirəcəyik yenə də. Birazdan mən tərəzinin adını eşidəcəm. Birazdan mən Şirin adını eşidəcəm, Əqrəbin adını eşidəcəm. Onların adını eşidən kimi. Onların adını eşitməsəm, tərəzinin adını eşidən kimi məndə içəridə köpənəklər uçmağa başlayır. Əqrəbin adını eşidən kimi mən belə risk gözümü belə açıq zad taxıram belə. Şirin adını da eşidən kimi oradan bir əməli şampanski. Yəni onda enerjim daha da yaxşıya doğru gedir. Ona görə yavaş-yavaş başlayaq. Başlayaq hansı bürcdən? Qoçdan. Bəli. Bürclərin sıralamasını da yəqin bilirsiniz də, qoçdan başlayırıq balığa qədər. Qoç dominant olduğuna görə idarə eləməyi çox xoşlayır. Həddindən artıq çox. Ona görə qoçun hökmranlığına qarşılıq vermək istəməyən bir bürc olmalıdır onun qabağında. Məsələn, qoçun o iki qoçun başı bir qazanda qaynamaz. Bu qoça da aiddir, şirə də aiddir, əqrəbə də aiddir, oğlaqa da aiddir, xərçəngə də aiddir. Yəni bunların başı bir qazanda qaynamaz. Amma belə bir şey də var ki, qoç qoçla da xoşbəxt ola bilir. Yəni qoçla qəşəng xoşbəxt ola bilər. Burada məsələ nədir? Burada məsələ budur ki, birinin sözü digərinin boğazından keçməyi. Yəni bir qoç dominantlıq elədiyi halda digər qoç altdan almağı bacarmalıdır. Yəni qoç da ailə quranda zaten münasibət quranda qarşı tərəf hörmət eləməyi bacarır bəzi halda. Əgər bir qoç qabağında qoç varsa, qoç yola gedər tərəzi ilə. Çünki tərəzidə qoç dominantlığı ilə onu məftun eləyə bilər, zəkası ilə məftun eləyə bilər, qızla yola gedə bilər, torpaq ünsürlərindən. Məsələn, qoç öz bürcü ilə yola getdiyi halda buğa ilə də qəşəng yola gedə bilər. Bax məsələn, qoç dolça ilə çox yola gedə bilməz. O xatanla çox yola gedə bilməz. Əkizlərlə çox yola gedə bilməz. Çünki bu üç bürc deyir ki, mən harda olum, mən gəzim, mən eləyim, mən çox axtarma, yəni mən özüm deyim sənə hardayam. Amma qoçda elə bir şey yoxdur axı, səni yığacaq, hardasan, deməmək fürsətin yoxdur. Deməmək şansın yoxdur. Ona görə qoç sırf liderlik vasfını ondan davam elətdirə biləcək bir bürc istəyə bilər həyatında. Yəni bunu da deyim, əqrəblə də çox qəşəng yola gedər. Alınar olar da. Prob eləsələr, prob eləyənlər də kommentə yazsınlar, biz də bilək də, yəni biz də agah olaq. Amma mən deyərdim ki, zid xasiyyətli bir-birlərinə zid xasiyyətli olan tərəfləri ilə sadəcə çox ünsiyyət qurmasınlar. Dominantlıq ölər olar da. Bəs ünsürlərin təsiri varmı? Ünsürlərin təsiri belə deyim də, hava ünsürü, od ünsürü, torpaq ünsürü, bir də su ünsürü. Ünsür sadəcə bundan ibarətdir ki, səni digərindən ayırır. Ünsür bundan ibarətdir ki, səni digərlərindən ayırır. Duyğusal kinli olan sulardır. Çox duyğusaldılar, çox kinlidirlər. Torpaq zəkalıdır, disiplinlidir. Hava həddindən artıq, belə deyim, zəkalı və həddindən artıq da əyləncəyə meyillidir. Bir də bunlar öz dünyasında yaşayanlardılar. Od ünsürləri isə liderlik vasfıdır. Od ünsüründə son beşiyi o xatandır. Böyük övlad qoçdur, ortancıl övlad şirdir, son beşiyi o xatandır.
Ona görə liderlik vasfıdır bunlar. Yəni od ünsürü ilə su ünsürü bir-birini söndürə bilərlər, amma bir cümlə ilə bir-birlərini idarə edə bilsələr, hörmət qarşılığı əsasında çox qəşəng yola gedə bilərlər. Gedək buğaya, torpağa. Bax, buğa da belə, buğa da çox qısqancdır. Buğa dəhşət qısqanc olur. Yəni buğa insanı bağlaya bilər, əməlli başlı. Əlini, qolunu, zadını bağlayarkən tərpənməkçiyə. O dərəcədə. Hə, yəni onların da çox qısqanclığı olur. Yəni məsələn bilmədiyimiz yanları odur ki, hər adama göstərmirlər bu qısqanclığı. Yəni buğada belə bir şey var. Sevgidə çox qısqanclıq göstərməz, qorxutmaz, hürkütməz. Deyə qoy mənim olsun, ondan sonra. Yəni mənimsəyəndən sonra qısqanclığını görə bilərsən. Ona görə buğa əkizlə qəşəng yola gedə bilər. İkisi də bir-birləri ilə zidddirlər. Balıq buğa, balıq əkiz, əkiz buğa, əkiz balıq. Bunlar bir-birlərinə zidd bürcdürlər. Üçü də bir-birlərinə antipatiya duyurlar. Buğanın əkizdən zəhləsi gedir, əkizin buğadan, balığın əkizdən, əkizin balıqdan. Amma bunlar üçü bir araya gələndə o qədər möhtəşəm bir kompozisiya alınır ki, yəni buğa ilə əkiz bir arada olanda, işləyəndə ruzu bərəkətləri çox olur, ailə çox bərəkətli olur. Buğa əkizlə qəşəng olur. Buğa hava ünsürləri ilə çox möhtəşəm yola gedə bilər. Həddindən artıq çox möhtəşəm yola gedə bilər. Buğa oğlaqla öz torpaq ünsürünə bir dənə oğlaqla yola gedə bilər. Od ünsüründən də bir dənə şirlə yola gedə bilər. Çünki qoçun dominantlığı ilə buğanın dominantlığı üst-üstə düşməyəcək. Yəni ikisi də dominantdılar. İkisi də liderdirlər. Dominant sözünü keçən səfər bir-iki izləyicimiz başa düşməmişdi. Dominant o deməkdir ki, idarə eləməyi xoşlayan, dominant o deməkdir ki, yəni mən olduğum yerdə mənim sözüm keçməlidir, rol məndə olmalıdır, pult məndə olmalıdır, hər şey mənim əlimdə olmalıdır da. Yəni sözü keçən insan, belə deyək. Ona görə amma belə bir şey də var ki, buğa əkizlə bir araya gəlsələr, buğa dolça ilə bir araya gəlsələr, tərəzi ilə bir araya gəlsələr, bunların ruzları, bərəkətləri heç vaxt kəsilmir. Yəni bunu da deyim. Su ünsüründən balığı məsləhət görürəm buğaya. Ən gözəli. Yəni çünki ikisi də duyğuya yönəlib bir bürcdür. Buğanın da biraz duyğusallığı var. Depressiyaya düşəndə alış-veriş zat. Əqrəblə o alış-verişə gedə bilməz. Yəni əqrəb də alış-veriş sevir, buğa da. Amma əqrəblə o alış-verişə gedə bilməz. Çünki təsəvvür elə 2 dənə ən çox pul xərcləyən insan, qırarlar bir-birlərini. Yəni buğa ilə əqrəb. Yəni paltar üstündə də olsun, pul üstündə də olsun. Yəni bir-birini qırarlar. Bu gün mən eləyəcəm bunu, sabah mən eləyəcəm bunu, yəni. Ona görə buğa üçün ən gözəli hava ünsürü məsləhət görürəm, bir də sudan balığı. Gedək əkizlər versinə. Gedək. Əkizlərə gözəl sözlər eşitmək istəyirəm, ehtiyacım var. Əkizlərə mən bugün gözəl sözlər deməyəcəm. Mən əkizlərə ancaq onu deyəcəm ki, yola gedəcəyimiz bürclər. Deyin. Hə, əkizlər buğada dediyim kimi əkiz buğa, əkiz balıq. Bunların bərabərliyi çox qəşəng olur. Yəni insanlar buna fikir versinlər. 90% iş yerlərində işləyən əkizlə balıq həddindən artıq çox möhtəşəm yola gedirlər. Elə dil tapırlar ki, yəni çünki ötürmə qabiliyyətləri güclü olur. Teleportasiya qabiliyyətləri güclü olur. Dinləmə qabiliyyətləri güclü olur. Əkiz tərəzi ilə də yaxşı yola gedir, hava ünsürlərindən, dolça ilə də, dostluq baxımından. Amma belə bir şey də var ki, sevgi mərhələsinə gələndə əkiz şirlə möhtəşəm alına bilər hissləri baxımından. Əkiz tərəzi ilə möhtəşəm alına bilər ədalət, disiplin, duyğusal baxımından. Əkiz xərçənglə əla alınar sevgini daha da məhəbbəti çevirmək baxımından. Bunu da vurğulayım. Amma əkiz qoçla anlaşa bilməz. Əkiz oğlaqla anlaşa bilməz. Çünki əkizdə belə bir şey var. Hər zaman sənə hara getdiyini deməyəcək. Yəni fərqli yerə gedir. Məsələn tutalım, mən evdən çıxıram, mağazaya gedirəm. Amma sənə demirəm mağazaya gedirəm. Mən sənə deyirəm ki, məhlədəyəm. Və oğlaqla qoç məhəlləyə çıxıb mənim məhəllədə gözləyir, deyəcəksən mağaza gedirdin axı. O an onların güvənsizliyi başlayacaq mənə qarşı.
Və buna görə Qoçla Oğlaq, Əkizlə həmişə güvən probleminə görə dalaşa bilərlər, ayrıla bilərlər, problem yarada bilərlər bir-birlərinə. Qız da bunların içinə daxildir, amma qızı idarə eləməyin yolunu zaten öyrətmişəm də, yəni başa salmışam onu. Hə. Qızla bizimki möhtəşəmdir. Qıza ipivi ver, yəni ipivi onu rahat saxla, yəni ipivi ona ver. Amma onu sən idarə elə, altdan. Əkizdə də bu zəka var axı, manipulyasiya ustadlar onlar belə şey, dolça balıq əkiz. Adamı elə yoldan çıxardarlar ki. O gün nə deyir? O gün nə deyirdi? Pinhan deyir ki, siz çox bu gün yorğun görsənirsiniz. Manipulyasiya elədi, gördü, verilişin vaxtı dəyişdi. 5 dəqiqə sonra gördü ki, yox, alındıra bilər. Yox, bu günləri yaxşı görsənirsiniz. 2 dəqiqə yəni manipulyasiya. Amma yenə də elə manipulyasiya elədik ki, biz həmin gün çəkmədik. Yenə qaldıq bu günə. Və gedək növbəti bürc, xərsəng bürcünə. Astrologiyanın duyğusalları. Xərsəngi deyim, bir dənə çay içək, heç olmasa rahat. Xərsənglərdə astrologiyanın duyğusalları deyəndə həm də onlar da güclü manipulyasiya ustasıdır ya, yəni xərsənglər də güclü manipulyatör olurlar. Su ünsürləri belə deyim, əqrəbdir, balıqdır, xərsəngdir. O telefonlarda və yaxud televizorlarda fırlanan şəkil olaraq manipulyasiya hipnoz. Xərsənglə, əqrəblə, balıqla oturdum. Mən 7-yəm rəqəm olaraq da 25. 25.05.92-yəm də. İlk günü hesablayırsan da 25-i. 205 7-yəm. Mən əkizlərəm. Məni çox manipulyasiya eləyə bilməzlər. Mən onları manipulyasiya eləyə bilərəm. Ki qabağımda əqrəb, xərsəng, balıq 7 ilə 4-dirsə, onlar məndən diləşə bilərlər. Yəni bu rəqəmlər də önəmlidir ya. Bəs məndə 8 amma 2. 8 o da. Məncə məndə ən güclü rəqəmlər 4 ilə 7-dir rəqəmlərin içində ən güclü. Şimdi numerologiyaya daxil olmayacağam, hərənin öz peşəsi var. Onlar öz peşələri ilə danışsalar, mən də öz peşəmi danışım, bəlkə kimisə xoşuna gəlməz. Bu su ünsürləri manipulyasiya ustalarıdır. Göz belə bir dənə baxsın bir dənə səni aparar gətirməz. Yəni gətirmək istəsən də gətirə bilər. Yəni bir bax görüm. Belə bir əqrəblə oturmusan və yaxud da ki, əqrəblə bu belə göz-gözə səni apardı. Yəni xoşuna gəlsə saxlayacaq orada, xoşuna gəlməsə qaytaracaq. Əqrəb, balıq, xərsəng. Bunlarla göz-gözə oturanda 15 saniyədən artıq göz təmasına girməyin. Həyatınızı belə oxuya bilərlər. Xərsənglər yola gedə bilərlər, belə deyim. Xərsəng romantik insanlarla çox yaxşı yola gedər. Və deyərdim ki, qoç çox romantikdir. Çox romantikdir. Şir də romantikdir. Əla yola gedərlər. Tərəzi ilə qəşəng yola gedə bilər. Oğlaq xərsəngi biraz belə deyim. İnfakt eləyər də, yəni yazıq eləyər onu. Oğlaq, amma oğlaq da romantikliyi var. Balıqla da qəşəng xərsəng yola gedə bilər, amma mən deyərdim ki, 2 dənə intuisiyalı insan bir evin içində çox da yaxşı bir şey deyil. Çünki bu onun eybini açacaq, o bunun eybini açacaq. Əqrəblə də eyni qaydada. Artıq bunlar hər bir şeylərini hiss eləyə bilərlər belə baxanda. Amma bir tərəfdən də yaxşıdır, sanki bir yumurta ikizi kimi yaşayacaqlar da. Yəni bunda vurğuluyum. Ona görə xərsənglərin həyatı sırf romantikaya aid olmaq istəyirsə, qoçla çox yaxşı yola gedər, şirlə yaxşı yola gedər. İndi deyəcəklər su ilə od ünsürü, amma bir şey də var da, yəni bir mutilin var, odla su bir-birlərinə görə dəyişirlər. Onlar bir-birlərini elə sevə bilərlər ki, tam tamamlaya bilərlər hər şeydə, yəni ona görə qalib gələ bilərlər. Mən ümumiyyətcə bütün su ünsürlərinə əkizi məsləhət görərəm, bir də ki od ünsürlərini. Hava, od, yəni xərsəngin həyatını daha da romantikləşdirə bilərlər dəhşətli dərəcədə. Və gedək növbəti bir şir bürcüdür. Bəli, şir. Ondan çayımızı içək. İçək məncə də. Qənd atım ağzıma, lap eləyəcək, març-murç eləyəcək, izləyicilər deyəcəklər ki, onu şappıladır yəni. Mənim ağzıma gəldi. Mən də ən zəhləm gedən şey. O bir dənə qız var, bəlkə bilmirəm qabağımıza çıxıb yoxsa yox. Març-murç yemək yeyir. Bilmirəm, amma mən zəhləm gedir. Evdə də kimsə gör marçıldatsa, mən onun adamın yanında yemək yeyirəm. yemək Mənim bir dənə izləyicim var. Qaqaş. Keçən səfər danışırdım, imkan olmadı da. Yəni xərsəng bürcüdür.
tərəzi bürcünü sevib. Qaqaş mənə yazdı ki, bizim üçün bir video düzəldə bilərsən. Dedim, bəs məsələ nədir də? Deyir ki, mən deyir bəlkə onu ölümünə sevəcək qədər sevirdim. Hər şey də eləyirdim. Xərçəng sevirdi. Xərçəng tərəzini sevirdim. Deyir, mən onun üçün hər şey eləyirdim. Hər şeydə yəni. Deyir, mən ona ata olurdum, mən ona ana olurdum. Nə bilim, uşaq kimi davranırdım. Nə bilim, onu əyləndirməkdən ötəri həyatımdan bir parça verirdim. Deyir, o elə məndən yaxşısını axtarırdı. Bu gün də deyir ki, mənə qarşı olan nankorluğunu elə qəşəngdə deyir, itirib ki, elə bir ki, bir uşağı götürürsən, bələydə saxlayırsan, xərçəng onu belə sevib də. Bir uşağı götürürsən, bələydən saxlayırsan, böyüdürsən, 18 yaşına çatır, deyir ki, tüfürüm sənin sifətinə, neynəmsən mənim üçün, çıxır gedir. Yəni, nankor övlad kimi başa düşdün. Məncə tərəzilərin hamısı deməyim də. Tərəzilərin 50% nankordular. 50%. Mən onu deyəcəydim 50%. İkinci qrup tərəzilər. İkinci qruplarda da o zaman yəni, mən tərəzi üçün sino gedirəm. Yəni, doğrudan da tərəzinin birinci qrupundan ötürü sino gedirəm, dəhşətli dərəcədə. Amma ikinci qrup tərəzilər həddindən artıq çox nankordular. Yəni, balığın da ikinci qrupu nankordur. Keçən dəfə də dediyimiz kimi mənə elə gəlir ki, ikinci qrup bütün... Hətta mən buna barmağımı basaram ki, yəni, tərəzinin nankorluğunu bəlkə də öz tərəzi birinci qrup qeyd eləyər ki, yəni, bir video paylaş, denən ki, tərəzinin 50% nankordur. Ədalətin rəmzi sayılan birinci qrup tərəzi deyər ki, bəli, mən elə tərəzi tanıyıram ki, nankordur, pul ölüsüdür, pul ərisidir. Yəni, özləri belə öz nankorluqlarının digər gördükləri insanlar qeyd eləyərlər. Keçirik şirlərə, yoxsa keçmirik elə? Keçirik artıq şirlərə, xərçənglərdən əlvidalaşırıq, keçirik şirlərə. Şirin eyni qaydada qot kimidir, bax şirdə. İdarə eləməyi xoşlayır, mənimsəməyi xoşlayır. Şir buğa ilə qəşəng yola gedər. Şir buğa ilə qəşəng yola gedər, qotla qəşəng yola gedə bilər. Ox atanı şir heç məsləhət görmərəm. Çünki şir yorular ox atandan. Əsəb üstünə əsəb yaşayar, əsəb üstünə əsəb yaşayar. Məsələn, tərəzini məsləhət görürəm, əqrəbi məsləhət görürəm. Çünki eyni egonu daşıyırlar. Eyni, yəni şirlə əqrəb münasibəti əla oluna bilər. Həddindən artıq çox. Mənim yüksələnim şir olduğu üçün ola bilər. Mənim məsələn rəfiqələrim əqrəb bürcüdür. Mən onlarla ona görə yaxşı yola gedirəm. Bəli, yüksələn insan həyatında böyük önəm daşıyır. Yəni şirlə əqrəb münasibətdə çox möhtəşəm yola gedə bilərlər. Yəni sadəcə burada nədir? İkisindən biri birinin egosunu sevməlidir. Ya əqrəb şirin egosunu sevməlidir. Ya da şir əqrəbin egosunu sevməlidir. İkisindən biri bir-birinin egosunu sevməlidir. Əla münasibət olar. Şirə məsləhət görərəm, belə deyim. Balığı da məsləhət görərəm şirə münasibət baxımından. O da onu tamamlaya bilər, o ünsür olaraq, amma qəşəng məsləhətlər verər, zəkası da çox qəşəng inkişaf eləyə bilər onun üçün. Əkizə heç məsləhət görmərəm şirə. Xərçəngi də məsləhət görərəm, amma belə bir şey də var ki, şirlə xərçəngdə məhəbbət tamamlanmaması yaşaya bilərlər bəzi halda. Çünki şir bəzən elə bir iş ortamlarında olur ki, qayğı verə bilmir. Xərçəng bundan biraz soyuya bilər. Yəni məhəbbət tamamlanmaması. Amma əla münasibətdə olar da möhtəşəmdirlər. Şirə amma əkizləri məsləhət görmədin? Məsləhət görürəm əkizləri, amma belə deyim də, onlar bir-birlərinə üzr istəyirəm, ehtirasla bağlanırlar. Əkizlə şir. Yəni birinci aralarında toxunuşla bağlanırlar bir-birlərinə. Yəni sevgi məhəbbəti ilə deyil. Əqrəblə əkiz də belədir. Toxunuşla bağlanırlar, şeylə deyil. Yəni duyğularla çox da bağlanmırlar bir-birlərinə. Yəni onlarda ayrılıq çox çətin olar onlara. Mən belə bir şey deyim sizə. Toxunulmuş insanların bir-birindən ayrılışı daha çətin olur ki, toxunulmamış bir insanların. Toxunulmuşda duyğular, qoxu,
xəyallar və sair və ilaxır toxunulmamış da sadəcə saf bir sevgi var. Burada unudulmayacaq şeylər var, burada unudulacaq şeylər var. Ona görə əqrəb şirdir, bir də buğadır. Əqrəb şir, buğa. Bu insanlar duyğuların şəhvət hissini, ehtiras hissini çox önəmsəyirlər. Həddindən artıq. Məsəl üçün belə bir şey də deyim də. Sən şirə de ki, mən sənə xəyanət eləmişəm, bəlkə də səni bağışlayar. Amma sən şirə de ki, şir, əqrəb, buğa. Buğanı biraz kənara qoyuram, amma deyim, şir, əqrəb, buğa. Bunlara de ki, mən sənə xəyanət eləmişəm, bəlkə də səni bağışlayarlar. Bəlkə də. Amma sən ona de ki, filan kəsin ehtirası səndən güclüydür, səni ömür boyu bağışlamazlar. Onlar o hisslərinə bilirsiniz nə qədər önəm verirlər, dəhşətli dərəcədə. Yəni Onlardan güclüsü heç kəs deyil. yox. Güclü birinci yerdə deyərdim ki, əqrəbdir. İkinci yerdə buğadır. İndi bunu da güclü deməyim. İkinci yerdə buğadır. Buğa çünki təmas çox sevir. Buğa çox təmas sevir. Yəni dəhşət. Özdə əriyən toskalarını da bilirəm. Üçüncü yer şirdir. Yəni bu üç bürc dəli deyil, bir dənə deyil. Və növbəti bürc qız bürcü. Qızlar amma küsəyən olur biraz da. Qız ancaq kimlə yola gedə bilər, belə deyim. Əlivi masaya vuranla. Qız hökmranlığı sevir. Bəli. İstir hamını idarə eləsin. Amma belə bir şey də var ki, hökmranlığı sevən insana ancaq hökmranlıq eləyə bilər. Bəli. Çox doğru. Ona görə qızın həyatında həddindən artıq çox sərt insanlar olmalıdır. Məsələn, qoçdur, oğlaqdır. Əkizin birinci qrupu. Birinci qrup əkizlər həddindən artıq çox hökmrandır. Buğadır. Yəni qıza məsələn belə bir söz var. Məndə də bəzən belə bir şey xoşuma gəlir ki, mən cavab deyim, belə yox. Mən cavab deyim, amma mənə cavab qaytarsın. Başa düşdün? Cavab qaytarsın, amma həddini aşmamaqla. Təbii ki. Yoxsa mən deyim, yox, nə? Eşidirsiniz? Tərəzi bürcləri birdən gəlsəniz bilin. Nə edirəm? Doğrudan da ona deyirəm. Tərəzi yox, tərəzidə var elə şey. Tərəzi delavoydur. Məsələn, tərəziyə nəsə deyərsən, sənə cavab qaytarar, amma belə bir şey var da, hörməti aşmamaq şərti ilə. Amma yoxsa sən hardaydın? Dodağını oxuya bilmirsən, amma indi güya bu şey eləyir də. Nə edirəm elə insanı? Nə izah edə bilir? İndi güya bu deyir ki, bağışla da bilməmişəm başa. Yox, qızlarla idim. Ona görə cavab vermirdim, amma bağışlayasan, gələn səfər cavab verərəm. Bax. Mənə çıxış yolu ilə gəl. Yoxsa nə ilə mən sənə sual verirəm, cavab verə bilmirsən, dilin qıfıllanır qalır. Mənə hazır cavab olmalısan. Belə baxıram ki, belə hiss eləyirəm, düşünürəm ki, güclü insanlar özündən daha güclü insanlar. 100%. Bu daima belədir. Daima belədir. Özdə qızların qəşəng imkanı da olur çox vaxtı. Qız bürclərinin. Məsələn, qız ümumiyyətlə həmişə özündən güclü insan sevir. Hansı bürc olur olsun, özündən güclüsü olmalıdır. Tərəzi də elədir. Gedirik tərəziyə. Gedək. Məsələn, tərəzi də özündən güclü insan sevir. Amma tərəzi özündən güclü insan necə sevir? Yəni bu demək deyil, məndən elə şey alsın, zad olsun. Xeyr. Tərəzi özündən güclü insan ona görə sevir ki, onu qoruya biləsən. Yəni tərəzi də ən çox hökmranlıq eləməyi xoşlayan və ən çox da hökmran insanlarla ünsiyyət qurmağı xoşlayır. Məsələn, belə deyim də, bir dolça tərəziyə hökmranlıq eləyə bilməz. Çünki dolça nədir? Azad gəzməyi xoşlayan. Bir ox atan tərəziyə hökmranlıq eləyə bilməz. Qoç eləyə bilər, şir eləyə bilər, əqrəb eləyə bilər, buğa eləyə bilər, əkizin birinci qrupu eləyə bilər. Hətta gələk burada bir dənə yüngül var, toxunaq gedək, balıq da eləyə bilər hökmranlıq. Amma azad ruhlu insanlar eləyə bilməz tərəziyə hökmranlıq. Yəni tərəziyə özdə hökmranlıq eləməkdən ötəri, belə deyim də, güc sahibi yox ha, belə zəka sahibi olmalısan bir tərəfdən də. Çünki sən oradan desən, oradan sənə geri dönüş eləyə biləcək bir potensiala sahib olur da, çox bilmişdin ona.
Ona görə ağzında o qədər söz olur. Kəlmə bolluğun çox olmalıdır. Hazır cavab bir insan olmalısan. Dedi deməlisən. Dedi deməlisən. Dedi deməlisən. Yəni tərəziyə də məsləhət görürəm od ünsürlərini, torpaq ünsüründən buğanı, oğlağı, hə. Od ünsüründən bir də ox atanı məsləhət görmürəm. Dominantlıq, əkizin birinci qrupu çox qəşəng yola gedərlər. Bunu da vurğulamaq istəyirəm. Burdan da tərəzilərə, bir də ki, ümumi bürclərə belə bir şey deyim. Bax, mənim həyatda səhvlərim çox oldu. Onlar üçün bir musiqi. Bax, burdan üzümü tuturam bütün müğənnilərə. Bir musiqi sözü verirəm onlara. Bu sözümü də ərmağan edirəm tərəzilərə. Sırf mənim həyatda belə deyim, səhvlərim çox oldu, amma ayıbım olmadı. Həyatımdan gedənlərim çox oldu, amma itkim olmadı. Çox gözəl. Bəli. Ardı var yoxsa? Ardı musiqi ilə gəlməlidir. Hə, nə gözəl. Bu şeirin ardı varmı? Bu şeir deyil. Bu net 6-7 cümlədən ibarət olan sözdür. Həyatda səhvlərim çox oldu, amma ayıbım olmadı. Həyatımdan gedənlər çox oldu, amma mənim itkim olmadı. Yəni bu 4-1 kupletlikdə belə deyək ki, bir bəndlik şey. Mən başlıq bəndi verdim, qalanı olaraqdır. Hə, məncə biz müraciət edək. İzləyənlərdən də bəlkə kimsə bu bəndi tamamlaya bilər. Tamamladıqdan sonra musiqi bəstələyib. Hətta bunu YouTube-da baxanlar şeydə trendə sala bilərlər. Özləri istəsələr. Zaten bizim videoları paylaşırlar, heç bizi etiket eləmirlər TikTokda. Milyonlarla baxış gəlir, dünən baxmışam. Amma yenə də yaxşı edirsiniz, paylaşın, heç bir problem yoxdur. Hamınıza halal xoş. Yox, paylaşsınlar, paylaşmalılar, amma əməyə sayğı olaraq, əməyə sayğı olaraq bizi də etiketləsələr çox gözəl olar. Bizim hər ikimizin YouTube kanalı bizim platformanın YouTube kanalıdır. Rövşənin öz YouTube kanalı, daha doğrusu Instagram öz YouTube kanalım var hələ. Hə, YouTube kanalı, həm də Instagram ünvanları qeyd olunur. Zəhmət olmasa onları da izləyin. Onları da paylaşanda onları da etiketləyin, bizi də etiketləyin və bizim səhifələri izləyin. YouTube kanalını izləyin, maraqlı mövzulara toxunur və daha da maraqlılarını ümid edirəm ki, gələcəkdə yenə də davam edəcəyik, çəkəcəyik. Əqrəblərə. Aha, əqrəblər yenə eynək gəldi. Allah Allah. Eynək. Bənövşə. Eynək sehirdə. Amaravati çəndrika. Sadəcə onun səbəbini hələ də axtarıb tapa bilmirəm. Kintamani işvara. Bunu taxdın, işvərə. Getdin əqrəblərin dünyasına. Bunu çıxartdın, gəldin bizim dünyaya. Taxdın, getdin, çıxartdın, gəldin. İndi mən getdim onların dünyasına. Baxım görüm orada nələr baş verir. Əqrəblərlə necə yola getmək olar və ya əqrəblər kimlə yola gedə bilər? Əqrəblər yola gedər şirlə. Çox qəşəng münasibətdir. Şirdə də dediyim kimi. Əqrəb tərəzi ilə də qəşəng anlaşa bilər. Manipulyasiya eləsə çox qəşəng yola gedərlər. Əqrəb oğlaqla da yola gedər. Dominantları idarə etməyi xoşlayır qoçla da. Əqrəbdə belə bir şey var ki, dominantları idarə etməyi xoşlayır. Axı hökmranlıqdan danışdıqda əqrəb hökmranlığın üstündə hökmranlıq qurmağı xoşlayandır. Hə. Ona görə qoçdur, şirdir, oğlaqdır, buğadır. Yəni buğa ilə daha tamamlana bilər, əkizlə daha tamamlana bilər. Məsələn, bir dəfə hər hansısa bir canlı mənə rast gəldi. Dedi ki, əqrəblə evlənə bilməz. Bunun açıqlamasını verməlisən. Deyirsən ki, əqrəblə evlənə bilməz də. Bunun açıqlamasını verməlisən, mütləq və mütləq. Niyə? Amma əqrəblə gözəl tamamlana bilər bir-birləri ilə. Çox möhtəşəm yola gedərlər. Çünki təsəvvür elə ki, 2 dənə özünü sevən insan bir araya gəlir. Sadəcə burada hörmət vacib rol oynayır. İkisindən biri bir-birinə hörmət eləməlidir ki, lidersənsən, sən vasfını yerinə yetirməlisən. Və mən sənin hər əmrivi götürməliyəm, hər prikazını götürməliyəm, bu qədər. Möhtəşəm də yola gedərlər. Yəni, əqrəbdə belə bir şey var ki, əqrəb istədiyi insanla dil tapa bilir. İstədiyi insan onunla dil tapmalıdır. Məsələ budur. Yəni əqrəb istədiyi ünsiyyətə girə bilir. Əqrəbdə 4 dənə maska olur. 4 dənə maska olur.
Bir gülmək, 2 olduğu yerdə özünü göstərmək, 3 cəmiyyət içində özünü göstərmək, 4 sevdiklərinin özünü göstərmək. Bu 3 dənə, 4 dənə maska. Ona görə əqrəb istədiyi insanla dil tapa bilir, yol da tapa bilir. Amma əqrəblə sən dil tapmalısan. Məsələ budur. Qısa və konkret. Yəni onlarla dil tapmalısan. Məsəl üçün Dolçanın dünyasına getməkdən ötəri Dolça ilə dil tapmalısan, amma əqrəblə münasibətə girməkdən ötəri əqrəblə dil tapmalısan. Yəni gedək oxatanlara. Oxatan hava ünsürü ilə çox yaxşı yola gedər. Çünki ver əl-ələ get gəz. Hə. Yəni oxatan bir yerdə qalmağı sevən adam deyir, qaynayıb qarışandır. Qoç çox uzun yol sevməz. Oğlaq çox uzun yol sevməz. Şir sevir. Şir getsin. Həftədə bir dəfə də olsa şir xoşlayır getsin. Hər hansısa bir yerdə dincəlsin, eləsin. Şirlə də qəşəng yola gedər oxatan. Tərəzi, əkizlər, dolça, balıq ən möhtəşəmdir oxatanlar üçün. Çünki uzaq yol getmək həvəsi olan insanlar, qız bürcü araşdırmağı sevən insanlar. Oxatanın həyatında olursansa, yəni kitaba meylin olmalıdır, bəlgəsəllərə meylin olmalıdır, təbiətə meylin olmalıdır, gəzməyə meylin olmalıdır. Yəni bir yerdə dayanmamalısan, aktiv olmalısan. Yəni qoç xoşlayır istirahət gününü məsələn evdə keçirsin, ailəsi ilə, dostları ilə və ya sevdikləri ilə, amma yəni balaca da, yəni öz yerində. Oxatan istirahət günü mən getdim, məni tapa bilərsiniz şəhərdə. Yox. Mən hardayam bilmirəm heç özümdə. Üzara ara apardı məni ayaqlarım. Ayaqda maşın məni ara apardı. Ona görə oxatan üçün ən gözəl münasibət hava ünsürüdür, balıq bürcüdür, şir bürcüdür. Hava. Bəli. Oxatanlar demək ən çox Havadakı, yəni bəziləri bəlkə də bilməz, tərəzi, dolça, əkizlər. Və gedək oğlaqlara. Kraliçalara. Oğlaqın 60-70%, oğlaqların belə deyim də 50-60 deyim, 60-70% deməyim. Və mənim bu təsbitim düz çıxacaq, bunu da əminəm, kommentə də yazarlar. Oğlaqların 50-60% itilidir. 50-60% itilidir. Yəni yazarlar da, kommentə baxarsınız, mən deyirəm. Səbəb? Yəni mən bilirəm də, yəni bunu bilirəm. Yox. Burasını vermərsən, kəsərsən. Yox, kəsdi söhbəti yoxdur. İt ili ən sadiqdir, it ili ən möhtəşəmdir, danışsan. İt ili prosta biraz deyinməkləri var. Tutalım ki, bu telefonun yeri buradır. Gəldi bu telefonu götürdü. Bunu bura niyə qoymusan? Bunu niyə bura qoymusan? Orada olmalıydı. Getdi bura qoydu, getdi. Amma bu yeri buradır, bildin necə? Hə. Ona görə. Amma belə deyim də, oğlağın yola getməyi bir-iki şeyi var, müəmması var. Necə müəmması var? Onlar çox qısqanc olurlar. Onların qısqanclığına dözmək. Oğlaqlar, bəli. Oğlaq qızla qəşəng yola gedər, buğa ilə qəşəng yola gedər, əqrəblə qəşəng yola gedər. Bu saydığım 3 bürc həddindən artıq çox sadiq qalmağı sevən bürclərdir. Bir də qoç bürcü ilə. Buğa qız. Oğlaq, buğa qız. Qoç. Bir də kimi dedim oğlu bala? Yadımdan çıxdı. Niyə yadından çıxdı? Əqrəb. Əqrəb. Ona görə bunlar bir-birlərini tamamlaya bilərlər. Oğlağa inam verən bürclər bunlar ola bilər. Oğlaq özü ilə də qəşəng yola gedər. Oğlaq özü ilə çox qəşəng yola gedər. Bir də ki, mövzunun ortasında bunu da deyim, söhbət itilindən düşdü. Gələn səfərki çəkilişimiz çox tələb eləyirlər bizdən illər haqqında olar. Yəni İllər haqqında da olur, amma 2026-ya da biraz belə 2020 İncil girişlər verərik. İncil biraz tiyolar verərik. Və gedək dolçalara. Dolça da xoşlayır gəzməyi zadı. Dolça aktiv adamdır. Heç pasiv adam sevməz. Dolça da xoşlamır, ver-yemört yatımı xoşlamır. İşkolik adamdır. Dolça tərəzi ilə əla yola gedər, əkizlərlə əla yola gedər, şirlə əla yola gedər, buğa ilə əla yola gedər. Dolça oğlaqla da qəşəng yola gedər. Yəni dolçada da belə bir şey var ki, sevəndə çox sadiq qalır. İndi sevməyəndə
Bir də görsən itir ortalıqdan yoxa çıxır. Ara Bu getdi bütün münasibətlərə aiddir də. Yəni Bəli, dostluq, bəli. ata, bacı, Dolça o dost övlad. baxımından o heç. Barmağımı zaten peçata salaram ki, Dolça dostun ən kəsidir. Yəni Dolça dostluğun peçatını yazan bürüzlərdən biridir. Bəlkə də başlıq qəhrəmandır. Amma sevgi münasibətində saydığım bürüzlərdən çox əla yola gedər. Bir dənə balıq duyğusallığı ona biraz təsir eləyər. Dolça biraz deyib gülməyi çox xoşlayır. Ona görə balıq duyğusallığı onu mənfi aparar. Və gəlirik sonuncu bürc balıqlara. Balıqlar çıxdı getdi. Bax hamısı balıqlar idi dünyada. Balıqların yola gedəcəyi oğlaqdır. Çünki oğlağın yarısı balıqdır. Balıqların yola gedəcəyi xərçəngdir, romantikadır, tərəzidir, məhəbbətdir, əkizlərdir, bir də buğalardır. Bunlarla çox möhtəşəm yola gedərlər. Dostluq münasibətləri də əla alınar. Çünki balıq xoşlayır manipulyasiyanı, balıq xoşlayır, belə deyim, diqqəti, qayğını və yön göstərməyi. Saydığım bürüzlərdə dinləmə qabiliyyəti çox güclüdür. Amma bir dənə burada Dolça dinləyəcək, eləməyəcək, amma ki balıq toxunmağı da xoşlayır, yön göstərməyi də xoşlayır. Bir dənə burada Dolça biraz atara gedər olacaq ki, yəni danışdın, yaxşı sən iksən də mənim kimə də. Mən öz bildiyimi eləyəcəm də. Yəni Dolça elədi, Dolçaya ağıl vermə heç vaxt. Heç vaxt. Belə baxdım ki, bu 12 bürcdən danışdıq. Əksəriyyəti əkizlər bürcü ilə çox yaxşı yola gedir. Təbii ki də. Əkizlər belə bürcdür ki, axtarılan. Yəni hamısı ilə demək olar ki, yola getdi. Əkiz kinli olmadığına görə və məsələn bizim həyatımızdan gedən insanlar bizi qaydanda olduğu yerdə tapacaq. Amma olduğumuz kimi tapmayacaq. Bəli. İmza Rövşən. Çox doğru. Çünki biz deyirik ki, bağışlamayacaq, bağışlayırıq. Zəifik. Biz deyirik ki, qisas alacaq, almırıq. Görən kimi ümumiyyətlə qisas almaq o sənə gəldi, yoxdur. qucağın belə əlini açdı, sən ondan qabaq onu qucaqlayırsan. Onun pis günü sırası səni kövrəldir. Nə olur olsun, əkizdə kin deyə bir şey yoxdur. Belə şey var. Bunu konkret deyim. Mən əkiz bürcü olaraq, yəni mən heç vaxt demərəm ki, bəndə mənim yanımda olsun. Allah mənim yanımdadır. Mənim Allahım mənim yanımdadır. Çünki mənim alqışım da qəbul olunur, mənim qarğışım da qəbul olunur. Bəli. Necə də amma əkizlərə qarşı elədiyin hər bir hərəkətində, cəzası mütləq olur. Düşünməlisən. Çünki mən hər zaman bundan qorxmuşam, hər zaman. Mənim haqqımı dəfələrcə yeyən insanlar olub. Mənim müdirim olub ki, mənə 200 manat pul verib işlədib məni. 6 nəfərin yerinə mən ona demişəm ki, haqqımı sənə halal eləyirəm. Mən qorxmuşam ki, onun başına pis bir şey gələr. Çünki mən ona haqqımı halal eləsəm də Allah Taala deyəcək ki, sən bunun haqqını yedin ha. Bəli. Bir də keçsə də onun cəzasını araşdırsınlar. Göydən yerə mələk indiriblər əkizlər üçün. Bunu da araşdırsınlar. Yəni araşdırsınlar demirəm, dərinliyinə getmirəm. Amma deyirəm araşdırsınlar əkizlər bunu. Göydən yerə əkizlər üçün mələk indirilib. Nə gözəl. Mən onu həmişə hiss edirəm. Mən özümdə hiss edirəm onu. Çox hiss edirəm. Yəni və həmişə də ən sevdiyim insanlara fərqi yoxdur. İnsanlara deyirəm ki, xahiş edirəm, məni incitməyin. Mən belə bir şey deyim, kommentdə yazarlar bana. Əkizlə tərəziyə deyim bunu. Dolça da belədir. Fikir versinlər. Məsələn, əkiz gedəcəkdi bura. Deyir, qoy gedim bir dənə bura deyim, qayıdım, gəlim, görür ki, bura yanıb. Bəli. Bu bir. Əkiz girir mağazaya, mağaza bomboşdur. Paltarı götürən kimi 5 nəfər gəlir. Dolçada, tərəzidə. Əkiz biri əkiz tərəzi Dolçaya 10 manat. Mənə dəfələrcə izləyicilərim mənə deyib ki, sən çox yüngül, əlin yüngül adamdır. Bərəkətli. Elədiyin, onlara qarşı nəsə edirsən, Allah Taala göndərirsən. Yəni məsəl üçün deyir, Allah Taala sənə pişiyində ruzusunu verir, sənin də ruzunu verir. Sən düşünmə ki, pişiyin yeməyini necə alacaqsan. Bəli. Pişiklərin də zikirlər ya rahimdir.
Ya Rəhim də mən zikirləri vermişəm. Baxsınlar hansı bürcün zikridir. Bizim zikir də var. Ya alim. Ya Rəhim də var. Ya Rəhimə də baxsınlar hansı bürcün zikridir. Ona görə bizdə şeytan tükü çox olur. Şeytan tükü deməyək də. Şeytan tükü olan deyək də, yəni. Mələk tükü deyə bilmərik. Yox, mələk, şeytan da bir mələk olub da. Yəni. Biri var qovulmuşlar, biri var qəbullanmışlar. Biz qəbullananlardanıq. Biz qəbullanmış qovulmuşlardanıq. Çox maraqlı oldu. Bəli, sonu vəbşi yaxşı oldu. Sonu çox qəşəng oldu. Yəni əkizlər olan yerdə enerji yüksəlməlidir. Bəli, mənim enerjim. Mən yuxudan mən heç xatırlamıram ki, yuxudan durum. Məsələn, marşrutda yatım, yolda yatım, gedəndə yatım. Yəni duran kimi enerjim yerindədir. Əlayam, yəni pozitiv. Musiqi qoyacağıq. Nə yaxşı. Mənim müdirim mənə deyirdi ki, mən gəlirdim işə, mən musiqi qoyurdum. Oynayırdım, deyirdi, bax bu gün satış partladacaq. Mən gəldim belə otururdum, satış olmurdu. Mən oynayanda satış partlayırdı. Enerji ilə bürüyürdüm oranı. Elədir, doğrudan da elədir və mən çox razıyam. Danışığımdan da hətta hiss olunur ki, biraz əslində yorğun deyiləm. Heç yorğun deyiləm, amma hiss olunur ki, yorğunam. Yuxunuz gəlir yəqin. Yuxum gəlir, yuxum gəlir. Gecə nə rahat yatmışam, amma nəsə yuxum gəlir. Bu ulduzlardan, planetlərdən nədən ola bilər bilmirəm. Olur. İl sonudur. Çox belə deyim, Marsda yer dəyişəcək, hamısı yer dəyişir deyənə belə şeylər adi haldır. Yəni əkizlərin tez-tez yuxusu, hava ünsürlərinin son zamanlarda yuxusu tez-tez gəlir onsuz. Çox sağ ol Rəşən, çox təşəkkür edirəm. Çox maraqlı mövzu oldu. Xoşdur. İnşallah dedik ki, gələn səfər illər və illər yəqin ki, çox uzun çəkər. Yəni üzürlü saysınlar bizi. Çünki illər bir 30 dəqiqəlik alınmaz. Gərək danışarsa. Hissə çəkərik ondan. Ya da ki, danışaraq hissə verərik. Niyə bir saatda da paylaşır? 40 dəqiqə, 50 dəqiqəyi də paylaşım eləmək olar. Yəni səfər illər bir də yüngül 2026-dan bir an paylaşmışam. Çox sağ ol. Çox təşəkkür edirəm. Xoşdur. Əziz izləyicilər, biz sizə də təşəkkür edirik. Çox sağ olun və gördüyünüz kimi çox maraqlı bir veriliş alındı. Düzdür, biraz yuxulu, biraz yorğun, biraz bəlkə də üzgün olsaq da, amma çalışdıq ki, görün də mən burada nələr çəkirəm. Sizin üçün gözəl bir proqram hazırlayaq. Yəni maraqlı bir mövzu ilə bir veriliş hazırlayaq və hazırlaya da bildik, əminəm ki. Gələn verilişlərdə yenidən görüşmək ümidi ilə. Sağ olun.